Şaurmanın üçün bizə toyuq filesi və toyuğun bu tip hissəsi lazımdır. Duz, istiot, paprika, sarkök, sarımsaq tozu, kori, tomat pastası, mayonez, qatıq, duru yağ əlavə edib qarışdırın. Bu hardasa 30 dəqiqə soyuducuda dincəlsin. Ən ləzzətli şaurma sosu üçün 4-5 ədəd sarımsaq, 150 ml duru yağ, 1 ədəd yumurta, 1 yemək qaşığı xardal, 1 yemək qaşığı qatıq, 1 çay qaşığı limon suyu, 1 çay qaşığı da üzüm sirkəsi və duz əlavə edib başlayın blenderla əzməyə. Mayonez kimi bir qatılıqda olmalıdır. Bunu soyuducuda hardasa 10-15 dəqiqə dincəldin. Lavaşı da evdə özüm hazırladım. Un, su, duz, quru maya və sudan ibarət bir xəmir yoğurdum. 130 qramdan 5 gündə alındı. Kartofları da özüm qızartdım. Hazır kartofildən istifadə eləmədim. Siz özünüz istəsəniz istifadə edə bilərsiniz. Ətləri də qızartdıqdan sonra biraz xırdaladım. Pomidor, xiyar, kahı, istəsəniz qırmızı soğan və yaxud da cheddar pendiri əlavə edə bilərsiniz. Turşu xiyar da çox gözəl yaraşır. Mən soğandan istifadə eləmədim. Tam özümüzün zövqünə görə hazırladım. Gəldik işimizin ən ləzzətli bölümünə. İnanın ki, bu mənim həyatımda yediyim ən ləzzətli şaurmalardan biri idi. Sizə bu resepti təqdim etmək üçün hardasa 10 cür şaurma sosu hazırladım. Düşündüm ki, qərar verdim ki, bu şaurma sosu sizə verəcəyim ən ləzzətli reseptlərdən biridir. Gözəlliyə baxın.